Azərbaycan Kimboks və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Vaqifoğlu'nun işinə Ali Məhkəmədə yekun qərar verilib. Telegrafın əldə etdiyi xəbərə görə Rəcəb tanışı Şahin Əliyevi Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektor vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib, onun ümumilikdə 250 min manatını dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə yolu ilə tanışı Səbinə Əliyeva ilə birlikdə iş görüb, qazanc əldə etməsinə dair yalan vəd verib. Rəcəb bu adla ondan ümumilikdə 40 min manat pulu dələduzluq yolu ilə ələ keçirib. Eyni zamanda o, digər tanışı Günay Əliyevanın Bentley markalı avtomobilini dələduzluq yolu ilə ələ keçirərək ona qarşı 51 min manat məbləğində ziyan vurub. Səbuhi Rəcəb 3 nəfərə yalan vəd verərək 341 min manat dələduzluq da təqsirli bilinib. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci dələduzluq küllü miqdarda ziyan vurmaqla törədildikdə maddəsi ilə cinayət işi başlanılıb. Xatırladaq ki, Səbuhi Rəcəb əvvəllər Konstitusiya Məhkəməsində çalışıb, daha sonra Azərbaycan Kimboks və Sambo Federasiyasında döyüş sambosu üzrə vitse-prezident olub. 2018-ci ildə isə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin İctimai Birliyinin vitse-prezidenti vəzifəsinə təyin edilib. O, həmçinin 2020-ci ildən 13 saylı Xəzər Pirallahı dairəsində deputatlığa namizəd olub. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Səbuhi Rəcəb ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbuhi Rəcəb 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Hökmdən narazı qalan zərərçəkmiş Şahin Əliyev apellyasiya şikayəti verib. O, dəymiş ziyanın ödənilmədiyini nəzərə alaraq Səbuhi Rəcəbə daha ağır cəzaya, 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə qərarın qəbul edilməsini xahiş edib. Digər zərərçəkmiş Səbinə Əliyeva da eyni tələblə şikayət verib. Hökmdən həmçinin təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Vəkil iddia edib ki, araşdırma zamanı Səbuhi Rəcəbə verilən Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham sübuta yetirilməyib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə həm zərərçəkmiş şəxslər tərəfindən, həm də təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilən şikayətlər təmin olunmayıb. Bundan sonra hər iki tərəf kassasiya şikayəti verib, onların şikayətinə Ali Məhkəmədə baxılıb. Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə şikayət təmin olunmayıb. Qeyd edək ki, Səbuhi Rəcəb həbsdə olduğu müddətdə yeni cinayətləri müəyyən edilib və araşdırma aparılıb. O, hazırda idmançı Elman Mirzəyevlə birlikdə mühakimə edilir. Həmin cinayət işindən məlum olur ki, Səbuhi Rəcəb yenə eyni cinayət işinin başlanmasına və sonradan digər əməllərinin üstünün açılmasına səbəb onun 2021-ci ildə gəlinini amansızlıqla öldürən 75 yaşlı İdris Məhərrəmovun yaxınlarını aldatması olub. Bu yerdə xatırladaq ki, İdris Məhərrəmov 3 il əvvəl bir evdə yaşadıkları 32 yaşlı gəlini Banu Məhərrəmovanı balta ilə doğrayıb, hissələrini toplayıb zibil qabına atıb.
sonradan qaynatanın cinayətini hansı səbəbdən törətməsini etiraf etdiyi ifadəsi yayılıb. Axıl qaynata həbs edildikdən sonra yaxınları onun istintaq dövründə müddətində ev tutaqlığına buraxılması üçün yollar axtarıblar. Bu ərəfədə də Səbuhi Rəcəblə tanış olublar. İdris Məhərrəmovun qızının əri Azər Ələkbərov bu məsələdə vasitəçilik edib. Razılaşmaya əsasən Rəcəb Məhərrəmovu ev tutaqlığına buraxdırmalı və gələcəkdə cinayət məsuliyyətini yüngülləşdirəcəkmiş. Təqsirləndirilən idmançı bu məsələlərin həll edilməsi üçün ayrı-ayrı vaxtlarda qarşı tərəfdən 155 min manat pul alıb. Lakin verdiyi vədə əməl etməyib. Bu bir müddət sonra İdris Məhərrəmov xüsusilə adam öldürməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib. Səbuhi Rəcəb bu dəfə də onun yaxınlarına söz verib ki, Apellyasiya məhkəməsi vasitəsilə Məhərrəmovun cəzasını şərti cəza ilə əvəz etdirəcək. Apellyasiya məhkəməsi də hökmü qüvvədə saxladıqdan sonra Məhərrəmovun yaxınları aldadıldıqlarını qəbul ediblər. Bundan sonra zərərçəkmiş şəxslər hüquq mühafizə orqanlarına şikayət ediblər. Səbuhi Rəcəbin Elman Mirzəyevlə birgə cinayəti isə maşın alqı-satqısı ilə bağlıdır. İdmançılar əlbir olaraq zərərçəkmiş şəxslərdən birinə dəyərindən artıq Range Rover və Bentley markalı avtomobillər gətirəcəkləri ilə bağlı yalan vədi verərək küllü miqdarda pul ələ keçiriblər. Müttəhim idmançıların bu və digər əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.